Bunu məktəblilər, tələbələr üçün çəkirəm. Onlar maraqlanırlar, haçandır fizika haqqında, elm haqqında heç nə danışmıram. Bizim millətin bu dəqiqə başı qarışıb pul qazanmağa. Pul. Və tək Azərbaycanda yox, bütün dünyada təbii resursların 50 ilə yaxın, 50 ildən də aşağı ömrü qalıb. Yəni bu pul qazanmağa başımız patolog 30 il, 40 il, 50 il şeydir. Və gənc nəsillərdən lazım olacaq ki, gələcəkdə təbii resursları əldə olanları daha ekonomik və gözəl istifadə eləsin. Bu dəqiqə indi sən Azərbaycanda nə isə elmi kəşf eləsən, deyəcəklər pul qazanmaq yoludur. Mən nəyin şahid olmuşam? Videolarımdan gördüyünüz kimi, mən neft buruqlarının çıxdığı sular, hansı ki neft qazmaları üçün aparılır, kəşfiyyat quyulardır. Oradan kükürtlü su, nə bilim, cürbəcür tərkibli sular çıxır. Nəyə müşahidə eləmişəm? Zəhmət olmasa bu çəkərsən. Adətən bütün su axınları yüksəkdən aşağı doğru özünə yol tapır, axır. Bu kimyəvi tərkibli su harada ki başlayır, haradasa bir 100 metr, 150 metr su axdığı yerdə yaxınlığında bitki filan görmərsən. Çünki o su kislatadır. Burada pambığı qoymaqda məqsədim odur ki, torpaq burada, əgər çöl adamları bilir, qumdan membrana düzəldib suyu süzmək olur, təmizləmək olur. Əgər sən elə bir şəraitsiz yerə düşmüsənsə ki, su çirkablıdır, içə bilməzsən, qumdan, əlin altında pambıq varsa, parça varsa, membran düzəldib çirkli suyu süzmək olur. Burada ana torpaq membran rolunu oynayır, bu pambıq rolunu. Necə ki, suyu buradan tökdüm, su özünə yol tapıb aşağı gedir. 200-300 metr getdikdən sonra artıq eynən balaca çaylarda olduğu kimi ətrafında yaşıllıqlar başlayır əmələ gəlməyə. Orada başqa su mənbəyi filan yoxdur ki, və kimsə də gəlib o getdiyim yerləri görürsünüz videolardan, çöllü biyabandır. Sırf o yerdən çıxan kimyəvi tərkibli suyun hesabına, buruğun yerindən və yaxud da ki, başqa içməyə yararlı olmayan qeyzerdən çıxan suyun torpaq təbii membran rolunu oynadığına görə süzülə artıq 200-300 metrdən sonra bitki yaranmağına yararlı, baxırsan ki, eynən çaylarda, kanallarda olduğu kimi yaşıllıqlar, çolluqlar, hətta yulğun çolları belə əmələ gəlməyə başlayır. Və bu praktika, bu təcrübə elmlə məşğul olan gənclər, tələbələr, şagirdlər gələcəkdə çox yəqin ki, lazım olacaq. Çünki içməli su resursları çox azdır. Dəniz özü də quruyur ki, dənizi emal edib yaşıllıqların yaratmağı. Amma qeyzerlərdir, tərkibi kükürtlü filan olan qeyzerləri istifadə eləmək olar ən azından yaşıllıqlar yaratmaq üçün. Bu qədər.